Deməli gəldi Ülkə xanım hara? Türkiyənin Avropa hissəsinə gecə-gecə. Bəli, Ayağıma qara sular indi. Deyimdə saat neçədir? 12-yə işləyib. Wow, qəşəng bir dənə vayan yeri var. Vayan yerimiz var. Düzdür, sabah da gələcək bura. Amma ki, dedik bugün də gələk. Ülkə xanım bütün menüləri və bütün restoranlarda oturur. Məni bankrot eləyib, açığı. Hara gəldi, harada gəldi, nə görür, maraqlı yer görür, oturur. Otantik Bütün pulum Galata. getdi, Otantik bankrot Galata. oldum. Bakıya gedəndən sonra bu münasibət haqqında dərindən düşünəcəyik. Və Ben o bir şey maraqlı yapmadım yer. arkadaşlar. Məncə Türkiyənin ən maraqlı. Orada bira 300-400 TL idi. Bira 300-400 TL. Evet. 300-400 TL kaç manat? 400 TL hardasa mən bildiyim qədərlə olmalı 25 manat, 22 manat arası. Evet. Ne kadar adam var. Bir de bakın. Bu arada bu hissede restoranlar falan daha çoktu. Bak şu meşhur Galata restoranı. Allah. Belki de yani gelenler veya bilenler var. En çok San Sebastian'da tərifləyirlər. Biz yani bugün çok yemek yediğimiz için denemirik ama Sabah yani sabah deneyelim. deneyelim. Çünkü hiç niyyət yiyəcək halım yoxdur. Dedi ve yedi. Nə düşünürsünüz bura haqqında Ülkə xanım? Meşhur Taksim meydanı. Bu arada Türklərdən çox mən turist görürəm. Ha, dəhşət çoxdur. Yəni buranı tanıyırsınız. Yəni hər kəs fotosessiya falan eləyir, ödənişlidir, burada çəkilir. Ülkə xanım yenə hədiyyələr. Yenə. Evet. Çok qəşəng kolyelər var. Mesela bir şey diyeyim. Burada daha ucuzdur bizim o Keçən dəfə aldığımızdan. Keçən dəfə aldığımız yerdən daha ucuzdur sanki və daha çox çeşid var. Kimi gəldi mənə. Yəni də mən biraz aksesuar falan da istəyirəm. Bu arada burada çox gətirə bilməmişəm amma aksesuarları çox seviyorum. Bu arada bu güzel. Ne son gözəl. Sokak şarkıcısı. The next day. Hər kəsə Kınalıada'dan merhabalar. salamlar. Demək gəlmişik Kınalıadaya turla. Bu arada bir turla gelmişik. Tekne evi galiba böyleydi ismi. Reklam etmə. Reklam Pulunu verib ücretsiz, gəldi. reklam yoxdur. Pulunu verib geldi ama 3 adaya gidecek bugün. Deməli Böyükada, Kınalıada, Büyükada, Burguzada. Hətta sənin yadına bir şey salmaq istəyirəm, bunu təəssüflə salaram ki, bu dudaqdan qalbi hansısa böyük adada çəkilib deyirsən, onun evinə getmək olardı. Hə. Amma bilmirəm, gedə biləcəyik yoxsa yox. Yaxın olsa giderik. Bu arada indi Kınalıadadayıq və turla gəlmişik amma belə sərbəst gəzirsən. Bu arada biz yəni buralarda ilk dəfə gəlirik, heç gəlmədik amma dizilərdə falan görmüşük. Belə yəni görək nələr var. Və maraqlı evlər falan. Bu arada burada restoranlar falan yəni mərkəzə görə daha uyğundur. Düzə hələ oturmamışıq. Bu arada turun içərisində yemək var. Amma bilmirik nədir. Çəkəcəm onların da hamısını necədir falan. Məsləhətli olsa, yəni siz də gələ bilərsiniz. Çünki 3 dənə adaya gedir və qiymət barədə də bir şey deyim. 2 nəfər 1400 TL, yəni 60 manat eləyir. Məncə çox uyğundur. İndi biz ətraf çəkək, burada şəkil çəkə bilərik sənin Ülkə xanım.
Evet. Geçen ətrafa çəkəcək. Bu arada mən Instagram üçün də şey edirəm. Instagram profilimizdə buraları bir yerə tag eləyəcəm. Instagram üçün də videolar falan çəkirəm. Ona görə hep hem Instagram hem YouTube. Belə bir mənzərə. Belə plyajlar da var. Əslində gəlib bura Günəşlənmək üçün. Günəşlənmək Bu arada üçün. hava məncə günəşlənmək üçün şu an o qədər də isti deyil. Ya bura sərin olur. Böyle. Belə. Nedense. Gəzək. Size şey adanın tarixi hakkında məlumat şaka bilmiyorum. Heç baxmadı da. Yani çünkü ben bilgi şeyler danışanda bence YouTube'da falan da olur da. Həmişə də bunu deyirəm. Bak orada fotomu çək. Ancaq işin gücün adı çəkir çəkdirməli. Neyim? Çəkir. Dəyərli izləyicilər, videonun artıq qalan hissəsinə mən tək olacağam. Ülkə xanımı bu adada qoyuram. Özüm davam edirəm. Bıxdıq abi, bıxdıq. Vallahi bıxdıq. Hava güzel yavaş-yavaş. Şəkillər çəkdik. Instagramda paylaşılacaq hamısı. Hamısına da baxın. YouTube'dan Instagram'a, Instagram'dan YouTube'a sintezlər gözləyirik sizdən. Bəli. Bəli. Bu arada mən bayaq deyirdim ki, hava o qədər də isti deyil, plaj falan yox. Amma məncə tam hava ucu, yəni əlvadır. Akşam gel güzel, o gün benim toyum. Ben var çişmem, komşular ayrılsın. Komşular nene boy, nene boy, nene boy, nene, nene, nene. Sen bak mehmer, nene. Abi soma sayıları çok güzel. Taş. Mən İstanbulda cheesecake yeyə bilmədim. Mən çox pis cheesecake istəyirəm. Burada sadəcə menyulara baxacağam. Vaxtımız yoxdur bu arada turuna gəldiyim üçün qısıtlıdır ona görə. Qiymətlərə baxmazsam ki, görək burada qiymətlər necədir. Hə? Maşallah. Hə, görək burada qiymətlər necədir. Arkadaşlar galiba şey yok. Bura balıkçı yeri. Mesela kalamar tabağı zaten. Bu arada TL ilədir bu qiymətlər. Really? Mevsim salatası 250 TL, 230. Manat işləmir burada. Gedirəm mən. Gəl. Azərbaycana, Qadir Azərbaycana manat işləmir burada. İndi Burqazadadayıq. Burqaz. Ne deməkdir Burqaz? Yok bir ılgaz o da. Burqaz. Sanki sana kötü davranmışım gibi. Ha, Yargıya bakanlar merhabalar. belə maraqlı, belə şey var. Amma isti deyə burayı. It is so hot. It is so hot cümlə. Amma suyu tərtəmizdir. Böyle işte maraqlı restoranları var. Sahil kənarı. Sinem dondurma. Bize bu arada turda yemek verecekler. Ve yemeği yedikten sonra dondurma yemek istedim ve Maraş istedim. Ona göre Büyükada'da yəqin ki onu yiyeceğiz. Büyükada'da buradan sonra gideceğimiz hissədir. Yine bu şeyler biz geldi yine buraya. Buraya gelince hep bir şey almadan gidiyoruz. Evet, benim standta fotoğraf $1000. Ülşah Hanım $1000. Ben kameramanım. Buyur karıştıralım. Ya, oradan geçsen yerden Orada 120 TL. Bunlar site Bak bu xanım bir yere gedir, ilişir qalır. Yarım saatdir burada giz nəmsələr zədə baxır qalıb burada. Bakmak istiyorum. Orada çok geçen balık kullanılan sepler var idi. Ben yine sep istiyorum. Kitaplar falan var. Al indirimli kitaplar. Kültürlen biraz. Hə. Gedək görək ortasında. Ergün Pastanesi. Hiç şirniyat yedizdirmedi demem. Şirniyyat ziyandır. Yiyeceğim Obez olma işte. şansınız var həyatda. Hiç de obez Bəli değil. arkadaşlar. Problemləri var inşallah. Hiç de obez 2030'a değil. 2030'a qədər cəlməyini
Kes. arzu edirik. Uşaq xanım indi qayıq sürəcək. Haydi Uşaq xanım. Sürün bir dənə onu. Kim? Ola. Sizcə bu, dudaqdan qaydaya baxanlar, sizcə bu o evdir? Əslində bu yazıq gələr, sadəcə vaxtımız qısıtlıdır deyə. Yəni 2 saat 15-ə düşmək istəmirik də. Ki, buradadır, deyil. Orada böyük adadayıq. Güzənlər, gəzənlər. Mən yaşını keçməyə keçirəm. Bezdiyi ancaq yeyir, dostlar, ancaq yeyir. Ancaq yeyir. Hər adada bitki yemək yeməsi tərpənmir. Delicious ice cream. Merhaba. 12, 11. Galatasaray. Jackie. Dondurmamızı aldı. Elinde oturmağa. Böyle da. Bu qiymətlər çox münasibdir, 5 manat. Ha, 100 TL. Yaşa Azerbaycan. Dilimizde bir şuar var. Yaşa Azerbaycan. Yaşa Azerbaycan. Seni dünyada bir başa Azerbaycan. Yaşa Azerbaycan. İstanbul gece həyatı. Klublara falan var. Sakitçilikdir. Yəqin ki, həftə sonları belə çox adam olar, belə coşqu falan olar. Ya da o bir tərəf Avropa yakası elədir. Amma bu tərəf Yo, biz getdiyimiz axı şey tərəf də aktiv idi. Dünən bu saatlarda Qalata tərəf Avropa. Taksim falan ha. Uşaq xanımla İstanbul turunun sonuna gəldik. Videonun da sonuna gəlmişik. Lütfen Bəyənməyi, Ajet kayd eləməyi, like eləməyi, paylaşmağı sefer sayılı Ercan yolcuları və için son İstanbula getmək yolcuların uçağa istədiyiniz binmek insana üzere çok atmağı tövsiyə acele edirik. 502B nolu kapıya gelmeleri önemli rica Sağ olun. olun. Instagram adresləri Attention, buraya yazıram please. hamısını. gələn This is the gözlərə. Gelen last görüşlerine call for kadar. passengers booked